Deyirəm ki, lülə vura-vura gəlin sizə bir dənə söhbət edeyim. Bu yaxınlarda bir dənə yaxşı bir dənə dostun dəvəti ilə getdik bir dənə belə bir restorana. Özdə adını çəkməyəcəm o restoranın, amma siz tez-tez, yəni qabağınıza çıxır da, orada power, yəni hoqqa verir. Ne bilim, çıxır belə efirə, göstərir neysə, danışır, gülür. Çox belə bir pozitiv, özü bir xarizmatik bir cavan oğlandı. Yəni ona mənim sözüm yox. Neysə gəldik, oturduq. Sözsüz ki, məni tanıdı. Tanıdı, görürəm, baxır mənə. Söhbət gedir oradan buradan. İndi sifariş eləyirik. Orada indi sifariş eləyəndə deyir, neyin var, neyin yoxdur qardaş. Deyir ki, məndə yaxşı bir dənə gəl sizə deyir, dana verim, deyir, dinlənmiş dana. Dedim, dinlənmiş dana, lap yaxşı. Dedim, qardaş, o dinlənmiş dana nə mənə şeydir, İranlılar demişkən, hə? Deyir, onu götürürük biz, deyir, salırıq, deyir, nə bilim, müəyyəndir, ədvalarda saxlayırıq, yağda saxlayırıq, sonra nə bilim, soyuducuya qoyuruq, sonra bir də çıxartırıq, gəl saxlayırıq. Dedim, qardaş, bu axı dinlənmiş deyil, yəni dinlənmiş tamam başqa bir şeydir. Bu, loğru dildə desək, bastırmadır. Yəni ki, marinat, amma dinlənmiş tamamilə başqa şeydir. Yəni, mən sizə bir söz deyim də, bilməmək əyib deyil də, əyibdir, örgənməməkdir. Əgər deyirsən, bu işin içindəsənsə, bu işi fırladırsansa, restoran işlədirsənsə, sən gərək belə şeyləri biləsən. Özdə indi bunu bilmək üçün institut oxumaq lazım deyil. Sadəcə olaraq girirsən elə internetə, Google'da vurursan ki, məsələn, dinlənmiş ət. Gəlirsən, çıxır qabağa bir neçə variantlar o barədə. İndi mən sizə bir-ikisini deyim, siz də biləsiniz ki, yəni harasa gedəndə sizə deyəndə ki, dinlənmiş ət, mənim nə, siz də ki, öz sözünüzü deyə biləsiniz. Dinlənmiş ət iki cür olur. Bir olur quru dinlənmə, bir də olur yaş dinlənmə. Quru dinlənmə age cool dry. Yəni ət kesiləndən sonra ümumiyyətlə onu götürürlər antrikot hissələrini ya da bel hissəsini xüsusən ondan istifadə edirlər. Onu qoyurlar xüsusi temperaturda olan soyuduculara. Həmən o soyuducuların içində həm də fan olur. Fan bilirsiniz nədir? Yəni hava istiqamətlə havanı pülləyən bir cihaz. O hava pülləyir ətin üstünə, ətin üstündəki olan sloy örtülüyü quruyur. İçində ət qalır, elə bil ki, tam şəkildə qurumuş bir hansısa bir üstlüyün içində. Və orada başlayır fermentasiya prosesi. Həmçində həmən soyuducunun içinə mütləq qoyulur müəyyən ultrafiolet lampalar. Ultrafiolet lampalar da onun üçün qoyulur ki, içəridə bakteriyaların əmələ gəlməsini minimal şəkildə, yəni ki, azaldmaq üçün. Ət qalır orada. Nə qədər istəyirsiniz qalsın. Nə qədər çox qalsa, o temperaturda, səhv eləmirəmsə, +1 yoxsa +2 olmalıdır. Mən dəqiq bilmirəm, siz əgər maraqlıdırsa, girin internetdə, yəni Google'da axtarış verin, o barədə məlumat əldə edə bilərsiniz. İkinci variantda o yaş dinləmədir. Yaş dinləmə, mən sizə ümumiyyətlə deyim də, heyvan ki kesildi ya, heyvan aydın məsələdir ki, indi kesiləndə necə deyərlər, ləzzət almır da, özünüz başa düşürsünüz ki, ölmək heç kimə ləzzətli deyil. İstəyir heyvan olsun. Hər canlı, yəni öləndə o dəhşət dərəcədə əziyyət çəkir, bunu biləsiniz. Neysə, bu heyvan ki kesildi, heyvan kesiləndən sonra onun bir müddət bütün bədəni qıc olur, başa düşürsünüz, sudur olur, bütün əzələləri. Onların açılması təqribi olaraq bir 5 gündən sonra başlayır, yəni ət olur daş. Ona görə mən sizə bir dənə söz deyim ki, kesilən kimi heyvanı yeyirdilər, bizimkilər, köhnələr, yadımızda. Onda hələ o proses tam şəkildə, yəni ki, şey olmur da. Hələ bir ki, kesilən kimi yeyəndə biraz yumşaq olur, sonra başlayır o ət yığılmağa, yığılır. 5 gündən sonra başlayır açılışmağa. Amma 5 gündən sonra artıq gec olur. Çünki ət başlayır xərab olmağa. Onu 5 günsüz saxlaya bilməzsiniz soyuducuda. Ona görə hələ bir ki, yaş dinləmə nədir?
ətin müəyyən hissələrini götürüb qoyurlar vakuum bir paketə. Vakuum paketin içinə qoyurlar, hava olmayan bir paket, zık çəkir havanın içinə. Qoyurlar onu soyuducuya +1, yəni +2 həmin o dərəcəyə. Baxır da indi 15 günlük, 20 günlük, 30 günlük amma hava olmamalıdır. Amma üstü plonkalı. Yəni effekt eyni şeydir də, üstündə nəsə olmalıdır ki, bu əti qıraqdan, mikroblardan qorumağıdır. Ona deyirlər yaş dinləmə. Yəni onun da nəticəsində 30 gündən sonra təqribi həmən baxıb dana əti olur yumuşaq. Çıxartırsınız onu, ləzzətli buraxırsınız, necə deyərlər, steyklara zada, bax, belə söhbətlərə. Yəni sözüm budur ki, belə şeyləri restoran işlədənlər 100% bilməlidir. Başa düşürsünüz? Yəni ki, 200% bilməlidir.